Dinamik terapiyalar bununla məşğul olur. Daha çox o şuuraltı qorxunun daha əvvəlki təməlini, kökünü axtarmaqla məşğul olur. Və oradakı o qorxu ortaya çıxdıqdan sonra o qorxunun işlənməsi, qorxunun sönməsinə səbəb olur. Digər bir yöntəm də koqnitiv davranışçı yöntəmdir. Orada desensitizasiya yöntəmi aparırıq. Yəni ki, belə deyim mən sizə ki, bir təhlükəli bir şeyə məruziyyət çoxaldığında, məsəl üçün biz nədən deyək ki, hər hansı bir bəzi insanlar var, itdən qorxurlar, pişikdən qorxurlar. Biz onların terapiyasında öncə deyək ki, onun şəklinə baxmaq. Şəklinə baxmaqdan belə çox böyük qorxu yaşayan insanlar var. Sonrasında yavaş-yavaş deyək ki, uzaqdan ona baxmaq. Sonrasında biraz yaxınlaşmaq. Bu şəkildə etap-etap aparılan şeylərin məqsədi odur ki, desensitizasiya, yəni qorxu hissinin o qorxudan qaçmadığımızda, onunla birlikdə qaldığımızda öz-özündən söndüyünü, aşağı düşdüyünü görmək, həmin